Bugün əslində Məlaət xanım çox vacib mövzuya toxunacaq. Bu həzm məsələsi. Öddür, qaraciyərdir, həzm sistemidir. İnsanları ən çox narahat edən. Yəni, nə yeyirəm, gec həzm olunur. Sanki burada qalır, köpdür, şişkinlikdir, incidir, qəbizlik əsas problemlərdən biri. Və bağırsaq normada işləmirsə, demək olar ki, bir çox orqanlar sıradan çıxar. Amma Məlaət xanım, söhbətimiz maraqlı keçəcək, əminəm. Sadəcə aloe oradan məni çağırır. Ki, gəlin bura deyir Məlaət xanımla, nə edəcəksinizsə edin, insanlar faydalansın, məndən istifadə etsin. Ona görə mən sizi dəvət edəcəm bura və bizə göstərin ki, aloe bitkisindən nə etsək, nə hazırlasaq bizə onun faydası toxunar. Sizi ümumiyyətlə bu sahə üzrə mən xüsusilə sevirəm, çünki siz bizə hər dəfə yeni bir informasiya verirsiniz. Amma mən istəyərdim ki, bugün sizə təklif edeyim ki, bu əlcəkləri istifadə etməyək. Bugün etməyək? Etməyək. Toxunaq ona. Çünki bunun faydaları əllərimiz üçün də nəmləndirici və daha effektivdir. Biz bunu edirdik, təbii ki, gigiyenikaydı, amma az öncə də dedim ki, hamımız tərtəmiz əllərimizi yuyub gəlir. Çünki bu təmiz yuyulub, bunu dünən klinikamızın həyətində çoxlu aloe bitkilərimiz var və orada kadr vermişəm, göstərərsiniz. Çox gözəl. Bu həmin oradan gətirdiyim bitkidir. Yəni, hər bir kəs evdə əkə bilər. Bunun indi kökü var, mən bunu əksəm zavam edər. Bəli, ona görə mən bunu çıxartdım, heyfim gəldi ki, bax bunu, heyfim gəldi ki, mən bunu tək kəsib istifadə eləməyim, hər tərəfli göstərim və bunu da sonradan əkməyə mütləq nəzərimdə tutmuşdum. Əksəniz çox gözəl olacaq. Çox gözəl, mən də utanda da ödərəm. Mən sizə bir şey qeyd edeyim ki, aloenin 500-dən çox növü var. 500-dən çox? 500-dən çox növü var. Mən elə bir bunu tanıyıram. Aloe vera deyilir ən çox buna. Və biz bilirik ki, aloe vera kosmetik vasitə kimi çox istifadə olunur və mədə-bağırsaq həzm sistemi orqanlarında da bunun istifadəsi çox mükəmməldir. 12 barmaq bağırsağın xorasında, mədədə, hətta ginekoloji xəstəliklərdə çox güclü regenerasiya edici təsiri var. Çox gözəl. Bəs bugün siz bizə nə edəcəksiniz? Bugün mən sizə qısa da olsa, şəraitimizə uyğun olaraq gözəl bir dəri maskası, üz maskası hazırlayacaq. Xanımların ürəyincə olur. Çünki bəli, xanımların ürəyincə olacaq. Ona görə ki, dərinin həm cavanlaşmasında, dərinin regenerasiyasının edirsiniz bunu. Dəri ona görə belə gözəldir, Məlaət xanım. Mən dərini çox sevirəm və dəriyə qulluğu da çox sevirəm. Parıldayır, maşallah. Çox sağ olun, təşəkkür edirəm. Amma qaraciyərin ödün də burada nə qədər rolunun dəridə olduğunu qısa da olsa vurğulayacağım. Çünki qaraciyərimiz bizim vitamin deposudur. Həmçinin də laborator funksiyası daşıyır ki, bizim orqanizmamızda olan zərərli maddələri zərərsizləşdirir. Gəlin keçək aloeya. Aloedan sonra başlayaq. Məsələn, bir yarpağını götürəcəyik. Bir yarpağını götürəcəm və burada daha ətli olduğu üçün daha sağlam qanat jeli olur bunların tərkibində. Bax, götürdüyümüz bu aloe bizim bir dənə olar, burada bir dənə salfetka götürək. Əlbəttə olar, niyə olur ki? İstəsəz qabımız boş. Onun suyuna baxın. Bu sarı rəngdə mayedir, görürük. Bunu gözləməli ki, bax bu sarı maye ev şəraitində göstərək. Bu axmalıdır. Tamamilə axmalıdır. Axsın. Hətta bunu bu bizə lazım deyil, bilin. Məsələn, qoya bilərik ev şəraitində. Tam axsın, tökülsün. Bəli, axsın, suya. Qarşı görsünüz, ucu damcıladır. Və bu tam keçəndən sonra biz bunu gözəlcə götürürük, bölürük və ilk öncə bunun bax buradan olan bax bu tikanlarını götürməliyik. Bəli. Görürsünüz, çox rahatlıqla götürülür. Mən elə onu deyəcəkdim, çox rahat yəni istifadə olunur. Çox rahat götürülür, istifadə olunur. Bax, gördüyünüz kimi bunlar kəsilir. Mən bunu əlcəksiz ona görə elədim ki, bu təmiz yuyulub və indi biz bunu hər halda... Həm də dərimizə dedi faydası var. Məsələn, mən bunu da bilmirdim. Bunları belə qoyduq kənara. Bunu təmizlənəndən sonra görürsünüz nə qədər sarı maye axdı burada. Bu sarı maye buradan... Heç fikir verməmişdik buna. Bəli, bu keçməlidir. Bəli. Və sonradan... Təmizləyin, bəli. Bir dənə salfetka götürək. Buyurun, salfet burada. Nə qədər istəsəz. Buranı bir daha belə silək. Sonra bunu bölməliyik. Bəli. Və bu çox gözəl. Mən edərəm, siz digər işlə məşğul olun. Bunu böldük. Böləndən sonra, bax bunu ayırmalıyıq üst qabığından. Bu çox rahatlıqla ayrılır. Zəhmət olmasa bu su qabını götürün ki, daha rahat çəkilə bilsin. Mən burada bir təmizlik
İşıqır da gördüm. Buradan Bunları bunun, götürək qızım. bax gördüyünüz kimi bu qabığı, üst qabığı Üst qabığını götürürük. təmizləyirik. Bəli, təmizlədikdən sonra, bax bunun içərisində jele var. Bizim burada blenderimiz var da. Var. Yəqin doğrayıcı yox, püre blender lazımdır, eləmi? Olsun, bu da olar. Yəni bu bir Hansı şey. bizə lazımdır? İkisini də Eurolux verib onu saxlayaq. Bunu saxlayaq. Bunu Bəli. doğrayan. Bir daha yeri gəlmişkən Euroluxa təşəkkür edirəm. Bəli. Sonra bax burada olan bu jeleni biz götürürük. Gördüyümüz kimi burada jele var. Bəli, tam içi doludur. Bəli. Bunu düzdür, indi bura televiziyadır. Ona görə biz bunu Bəli, tez daha edirik biraz. tez eləməyə çalışıram. Bax, gördüyünüz bax bu jeleyi. Yəqin ki, hər kəs onu aydın görə bilir. Hansı formada? Bəli, bu jele bax gördüyünüz kimi ağ, təmiz, şəffaf Bəli. jeledir. Bu Və nə jeleni, qədər faydalıdır. bəli, Ondan bu danış. jelenin içməkdə olur. Amma mən buradan bir şey demək istəyirəm. Bəzən sosial şəbəkələrdə də, bəzi yerlərdə də çox həddindən artıq bax bu jeleni biz atırıq bura. Aha, blenderin Bu içinə. bunu atdıqdan sonra bunu demək istəyirəm ki, bunun tərkibində olan o komponentlər, məsələn vitaminlər dəri üçün çox faydalıdır və regenerasiya olduğu üçün dəriyə çox gözəl regenerativ təsiri var. Amma bunları yay aylarında eləyib günəş altına çıxmaq olmaz. Çünki burada allergik həssaslığı mütləq nəzərə Yaxşı ki almalıyıq dediniz, onu və qıcıqlandıra onu bilər. diqqət eləməliyik. Nə qatırıq onun gözünə? Su var burada. Su var, bəli, təbii ki. Hə, qızlar Suyu su indi versinlər götürdülər. bizə. Su qabını verin. Hə, bax bir qaşıq pirinc unu, düyü unu. Düyü unu. Düyü unu Aydındır. əlavə eləyirik. Bu Bəli. düyü ununu atırıq Mağazalarda bura. rahatlıqla əldə Bəli, edə hər yerdə bilirsiniz. var bu Sağ olun, düyü şəhər. unu. Rahatlıqla əldə eləyirsiniz. Və sonra Nə qədər burada su lazım olacaq? bir stəkan. Bir stəkan. Yarım stəkan da eləyə bilərik. Bəs edərmi? Bəli, bəs eləyər. Suyumuzu da əlavə etdik. Bəli, yaxşıdır. Və burada vitamin Y-dir. Aha, hazır Y vitamini formada alırıq. apteklərdə hər yerdə var. Rahatlıqla hər kəs əldə eləyə bilər. Və bunu bura bu bir üşənin yarısını biz bura əlavə eləyə bilərik. Ha, yəni rahatca Bəli, yarım şüşə istifadə eləyə bilirik. Aydındır, nə gözəl. Bunu atdıq, sonra bu demək 20 qramdır. 20 millidir. Bunun 10 millisi bəs eləyir. Bəs eləyəcək. Və bunu bağlayırıq. Orada və- yenə nəsə görürəm. Yox, bu başqa O sonra. reseptdir, onu istəmədim. Və artıq qarışdırmağa başlayırıq. Bəli, qarışdırmağa başlayırıq. Mən Bəli. qarışdırıram, siz bir daha xatırladın burada olanlar. Bu dəqiqə Bax. deyim ki, xanımların sevimlisisiniz. Xanımlar elə sevirlər bunu. Bəli, Buyurun. bax, burada demək aloyenin şirəsidir. Götürdüyümüz həmin bu aloe şirəsidir. Düyü unudur və həmçinin də 10 milli vitamin yedir. Amma bu gördüyümüzü mən nəyə görə dedim? Və bunları biz əllərimizə rahatlıqla sürtə bilərik. Aha, Dərininə, üzümüzə də sürtə bilərik. Boyun nahiyyəsi, dekolte hissiyə də hər kəs sürtə bilər. Bunları atmağa ehtiyac yoxdur. Bunları hər kəs əllərində istifadə eləyə bilər. Rahatlıqla. Bunu belə üzə də çəkmək olar. Əla, Amma əla, nə gözəl. mən onu deyim ki, yəni bunu atmağa ehtiyac yoxdur. Bunun görürsünüz dərisində yenə həmin jelelər var. Bəli. Və əllərimizdə Rahatlıqla. quruluğu Dəri götürür, nəmlənər. dərini nəmləndirir və Əla. ələ krem kimi çox rahatlıqla çəkilir. Hiss etdim Hər kəs, bəli, bunu olduğu Bəs kimi edərmi bu? istifadə edə bilər. Bəli, eləyər. Bəs Görürsünüz, edər. süd kimi oldu. Bəli. Bunu bir balaca qaba tökürlər hər kəs. Bütün xanımlar stəkana indi bizə əlavə Bəli, eləyə biz bilər. belə göstərək əyani formada Bəli. görünsün necə Bunu bir qatlam. gündəlik, görürsünüz, süd kimi oldu. Bəli. Nə edəcək? Gündəlik bunu hər gün üzünə sürtür. Amma bunu 2-3 gündən artıq saxlamaq olmaz. Aha. Çünki o təsirini itirir. Əslində bu bəs edər elə 3 günə. O zaman disk tamponlara batırıb üzümüzə çəkirik, eləmi? Üzümüzə çəkirik, üzümüzdə qalır. 20 dəqiqə, 15 dəqiqədən artıq qalmamalıdır. Aha. Bir də əgər ilk öncə kim allergik həssaslığı varsa bunu götürüb biraz bax bu hissiyə Yoxlasınlar. çəkməlidir. Əgər qızarmırsa rahatlıqla İstifadə edə bilər.
günəşdən qorunmaq şərti ilə ev şəraitində hər kəs istifadə eləyə bilər. Əla. Bunu buz qablarına töküb, buz formasında Onları da demək istəyirəm. Bəli, çox gözəl fikirdir. Məsələn, o buz qablarında... Mən çoban yastığını adətən elə edərəm suyunu. Onu elə istifadə edib, səhər duranda onu rahatlıqla çəkə Siz onsuz da gözəlsiniz, əziz xanımlar. Bax, Məlahət xanım, gözəl xanım sizə bildir. Bax, bu şeylər çox önəmlidir. Çox sağ olun. Və zeytun yağından da bunu hazırlanan bir çox şeylər... Növbəti dəfə hissə hamısını edək. Xahiş edirəm. Növbəti dəfə mən bilsiz nə eləmək istəyirəm? Nə eləmək istəyirsiniz? Heyvani yağlardan danışmaq istəyirəm və qoyun quyruğundan danışacağım. Əla. Əsl kök hücrəni axtaran xanımlar gələn verilişi səbirsizliklə gözləyir. Biz onsuz da yenə deyirəm, çox gözəl mövzuya toxunacaqsınız. Bax, görürsünüz, mən bunu rahatlıqla qurudu, əlimdə heç bir şeyim yoxdur. İstifadə edəcəyik, mən onu həm də əkəcəm. Mən sizə bir daha deyirəm, xüsusi təşəkkür edirəm. Çünki özüm də bilmirdim bu resepti, mənim üçün də yenilik oldu və istifadə edəcəm, mütləq edəcəm. Nəticəsini də təbii ki, tamaşaçı ilə bölüşəcəm. Amma biz keçək... Qaraciyər və öd xəstəlikləri. Qaraciyər və öd, bəli. Məlahət xanım, nələri məsləhət görürsünüz, necə qoruyaq? Biz bu günləri elə həyat tərzində yaşayırıq ki, bizim həyat tərzimizin, bizim yaşam tərzimizin sağlamlıqda böyük rolu var. Çünki yaşadığımız həyat tərzində bugün qidalarımızın keyfiyyətli olması çox önəmlidir. Keyfiyyətsiz qidalar deyərdim ki, çoxdur. Və bugün ən çox üstünlük mədə-bağırsaq sistemi, öd-qaraciyər sistemində ən önəmli olan bizə qida rasionumuzdur ki, orada zəngin qida olmalıdır ki, orqanizm özünü balanslaşdıra bilsin. Və qaraciyər ödün funksiyası nədən ibarətdir? Qaraciyərin funksiyası ilk öncə onu deyim ki, bizim vitamin depomuzdur. Bizim yediyimiz bütün qidalardan bizim vitamin depomuzu yaradır. Və bugün çox dəbdədir D vitamininin içilməsi, B qrup vitaminlər, maqni, kalsium, çox vitaminləri süni sürətdə qəbul edirik və bu bir adət halını alıb və sosial şəbəkələrdə hər yerdə görürük ki, bu vitamini için, maqni belə xeyirlidir, filan şey, bu qədər keyfiyyətli, çox gözəl. Amma orqanizmdə onu unutmayaq ki, bizim qaraciyərimiz sintetik preparatları lazımı dərəcədə depo eləmir və lazım olan minerallar, məsələn, qidalar bizim qəbul eləmədikdə o minerallar, o vitaminlər çatışmamazlıqda nələr olur? Bayaq Jalə xanım da çox gözəl söylədi ki, sinir sistemimizə də təsir edir, ürəyimizə də təsir edir. Qoy doktorlarımız buradakən onları da deyib. Yəni, qida rasionu doğrudan çox önəmlidir və təbii, natural qidalanma daha önəmlidir. Çünki bizim qəbul elədiyimiz o illərlə, bəhbəhlə təriflədiyimiz o vitaminlər bizə lazımı keyfiyyəti vermir. Çünki baxın, adi götürək qan xəstələrini. İçirlər qan kəsiciləri, qan preparatlarını, amma bu qan preparatları 1 ay, 2 ay qalıcı olur, sonra yenə də gedir analiz verir, yenə anemiya, qan azlığı yaranır. Çünki natural qəbul olunmayan qidalar, natural qəbul olunmayan bizim keyfiyyətsiz qidalarımız qaraciyərdə depo olmadığı üçün təkrar onların düşməsinə səbəb olur. Elə də D vitamini olsun, elə də maqni olsun, sink olsun. Qaraciyərin funksiyası orqanizm üçün o qədər önəmlidir ki, məsələn, əvvəllər deyirdilər ki, 500-ə qədər funksiyası var. Amma bugün Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə 1800-ə qədər funksiyası var qaraciyərin. Hormonlarımızdan tutmuş, sinirimizdən tutmuş, mədə-bağırsağımızdan tutmuş hər bir yerdə demək olar ki, çalışmasında çox önəmli rolu var. Bizim öd problemlərimiz nədən yaranır? Qaraciyərin funksiyası normal olmadıqda təbii ki, ödün funksiyası da normal olmayacaq. Ödün funksiyası normal olmadıqda həzm prosesimiz normal çalışmayacaq. Bunların hamısı bir-birindən o qədər sıx əlaqəlidir ki, yəni ona görə də biz qaraciyərin ödün funksiyası dedikdə bunlar həzm sistemi orqanları bir-birindən ayrılmazdır. Və ödün funksiyası bizdə ən çox önəm verir. Bayaq biz kilidimizdən danışdıq, dərimizin gözəl olması, istər yaşlı nəsildə, istər cavan uşaqlarda. Məsələn, bugün deyərdim ki, gənc nəsildə o qədər sifətlərində qocalma deyərdim var. Niyə görə? Ona görə ki, tonallinə həddindən artıq çox istifadə edirlər. Dəri məsamələri tutulur, dəri nəfəs almır. Qaraciyərdəki yedikləri keyfiyyətsiz qidalar, həyat tərzi, bunların hamısı dəriyə, orqanizmə öz təsirini göstərir. Saçların tökülməsində, dərinin tez qocalmasında, təravətsiz olmasında qaraciyərin ödün
çox mühüm rolu var. Və həzm sistemi orqanlarının birbaşa rolu var ki, qısa da olsa qəbizliyə toxunmaq istərdim. Qəbizlik bugün çox yayğındır. Kiçik yaşlı uşaqlarda belə, bugün ən kiçik yaşlı uşaqlarda belə qəbizlik. Oturaq həyat tərzinin təsiri var. Həddindən artıq bugün yayğın virusların təsiri var, parazitlərin təsiri var və bundan başqa sinir sisteminin də böyük rolu var. Və bunu ona görə deyirəm ki, mən bayaq Aloe'dən danışdıq, ancaq bu kitabımı göstərmədim. Burada bu kitabı göstərirəm ki, bu bitkilərin sirli dünyası mənim öz kitabımdır. Bəli, burada Aloe haqqında da məlumat var və qaraciyər öt xəstəliklərində, həzm sistemi orqanlarında, mədə-bağırsaq sistemində lazım olan bütün bitkilər burada var. Və onu qeyd edeyim ki, mən çox üzrsən, xalq təbabətini sevən çox olur. Məsələn, necə əldə edə bilərlər o kitabı? Bunu mən bu yaxından sərgidə də oldum. Çox insanlar istədi. Çünki yenə deyirəm, bizdə meyil var. Mən kitablarımı satış eləmirəm. Hər kəs istədiyi vaxt Nərgiz klinikasından hədiyyə kimi əldə eləyə bilər. Ay, nə gözəl. O zaman bu kitab mənimdir. Qurbandır. Çox sağ olun. Götürə bilərsiniz. Yəni, mən kitabları həmişə hədiyyə vermişəm. Orada da olanda nə qədər adam istədi, dedim hədiyyə olaraq qəbul. Mən 200-dən çox tibbi parazitologiya kitabını 300-ə yaxın nəşr eləyib tibb universitetinə vermişəm. Yəni, bunu da onu qeyd edirəm ki, yəni kitabı satmaq yox, hədiyyə eləməyi daha çox sevirəm. Və onu da qeyd edeyim ki, qaraciyərin həzmdə böyük rolu var. Qaraciyər bizim orqanizmamızın daxili mühitin sabit saxlanmasında birbaşa rolu var. Və öt kisəsinin funksiyasında qısa da olsa vurğulayım ki, öt kisəsinin funksiyası ötdə ifraz olunan həmin öt turşusu, onun tərkibində olan komponentlər bağırsaqlarda sorulma prosesini gücləndirir. Sorulma prosesi gücləndikdə təbii ki, qəbizliyin məsələn, qarşısı alınır, köpün, qəyirmənin ürək. Əsas bizim gözəlliyimiz, bayaq dediyiniz kimi cildimizin gözəl olması, dərimizin, məhz bağırsaqlarımızın, öd-qaraciyərimizin normal fəaliyyəti birbaşa rolu var. Ona görə... Burada mənə birbaşa fitoterapiyanın rolundan danışın. Bəli, fitoterapiya çox geniş, bugün müasir fitoterapiyadan, mən Fitoterapevtlər İctimai Birliyinin sədri olduğu üçün... Ona görə soruşam, bilirəm ki, siz ətraflı... Bir çox ölkələrdə də mən bunu təmsil edirəm və dəfələrlə çıxışımda da deyirəm ki, bugün müasir təbabətdə ildə 20-yə yaxın dərman bitkisi elmi təbabətə daxil olur. Elmi təbabətdə də bugün illərlə istifadə etdiyimiz dərman bitkiləri var ki, bu da Azərbaycanda 124-ə yaxın dərman bitkisi var ki, bu bitkilərdə elmi təbabətdə istifadə olunur. İstər valeriyan olsun, yemşan olsun, istər məsələn dazotu olsun, sinir sistemində daha çox istifadə olunur, mədə-bağırsaq sistemində daha çox istifadə olunur. Bir çox dərman bitkilərimiz çoxdur. Bağa yarpağı özü həzmdə iştirak edən bütün komponentlər var tərkibində. Bağa yarpağının da mən o qədər bitkilərdən danışanda çox danışmaq istəyirəm. Yox, onun ancaq faydası toxunur. Ona görə danışın. Nə qədər çox danışsanız o qədər. Bitkilərin o qədər gözəl mədə-bağırsaq həzm sisteminə faydası var ki, insanlar bəzən alışqandılar, həddindən artıq tabletkaları, həbləri içməyə, iynələri vurmağa. Amma son illərdə bilirik ki, 1993-cü ildə Türkiyə özündə də, indiyə qədər onlarda da yoxdur, rəsmi olaraq fitoterapiya dövlət tərəfindən universitetə qəbul olundu və bütün xarici Avropa ölkələri heç vaxt bunu inkar eləmədi. Biz bilirik ki, Sovetlər dönəmində xalq təbabəti o qədər gündəmdə olmadı. Xalq təbabəti illərlə Türkəçarə olaraq göründü. Türkəçarədən sonra xalq təbabəti, bugün isə müasir fitoterapiya. Xalq təbabəti çox gözəldir. Biz zaman-zaman görmüşük. Amma doğru istifadə. Bəli, mən onu elə istəyirdim demək ki... Yanlışı gətirib aləmi qat bir-birinə, o da... Baxın, çox zaman, çox yanlış məlumatlar görürəm mən də sosial şəbəkələrdə. Lazım olmayan dəxilsiz bitkiləri bir-birindən uzlaşdırmaq, qarışdırmaq, onları günlərlə saxlamaq, bitkilərin dəmlənməsi, istifadəsi, içilmə qaydası çox önəmlidir. Çünki hər bir bitkinin kimyavi tərkibi var, farmakoloji təsiri var, insan orqanizminə təsir mexanizmi var. Bu bitkiləri körtəbii olaraq istifadə etdikdə, məsələn, aloeni biz götürdük, mən niyə mədə-bağırsağa çox toxunmadım? Çünki elə xoralar var, yaralar var ki, orada bizim bugün göstərdiyimiz, hazırladığımız bir
yəni qarışım kiminsə mədə xorasında, mədə qanaxmasına gətirib yəni, çıxara bilər. dərman, dost dediyimiz aloe düşmənə çevrilə bilər. Ona görə çox Çünki qiymətli. hər bir bitkinin tərkibində aşı maddə var və insan orqanizminə təsir mexanizminə görə... Məlaət xanım, xalq arasında el dilində bir qaraciyərin təmizlənməsi termini var. Qaraciyəri təmizləyirlər. Bunun bir elmi əsası varmı? Bəli, təbii ki var. Detoks deyirik. Məsələn, gördüyümüz burada, bax bu çaylar detoks. Yenə də öz ixtiralarınız, öz Bunlar çaylarınız. bəli, mənim öz patentlərim, ixtiralarım əsasında hazırlanıb. Bu mənim antitoksin layıqdır. Qaraciyərin təmizlənməsi və detoks çayımızdır ki, antitoksin çayı qaraciyər və öd xəstəliklərində, qaraciyərin təmizlənməsində, pi infiltrasiyasında çox effektiv təsiri var. Göstəriş oldu, olmadı, hamı istifadə edə Bu bilərmi? profilaktik olaraq tam təbii olduğu üçün bunlar tam təsdiqlənmiş məhsullardır və qəbul olunmuş məhsullardır. Ona görə bunlar tərkiblərinə görə rəsmi qeydiyyatda olan dərman bitkiləridir və tam da effektiv təsiri var. Bunun üçün Nərgiz klinikasına müraciət edə bilərsiniz. Əlaqə nömrələri ekrandadır və mən fürsətdən istifadə edim növbəti məhsullara bizim Məlaət xanım toxunmamış deyim ki, Nərgiz klinikasının kollektivi bölgələrə gəlir. 13-ü cənuba gələcək, əziz cənub, Lənkəranda olacaqlar. 19-u Bərdə, 20-si Gəncə, 27-si isə Qubada. Buyurun Məlaət xanım, davam edək. Bəli, mədə bağırsaq üçünsə gördüyünüz kimi qastramin siropumuz var və qastroprotektor çayımız var. Bunlar da mədə bağırsaq qastritlərdə, mədə bağırsaq xoralarında, ümumiyyətlə həzm prosesi xroniki qastritlərdə, kəskin qastritlərdə çox effektiv təsirləri var və tam təbiidir, heç bir kimyəvi qatqısı yoxdur. Bu məhsulları da yalnız Nərgiz klinikasının aptekindən və Nərgiz klinikasından hər kəs əldə eləyə bilər. Mən onu qeyd edeyim ki, qaraciyərin funksiyasından danışanda öddən mən çox danışmaq istəyirəm. O detoks dediyiniz ödün yuyulma proseduru var. Mən bu yaxından bir neçə mərkəzlərdən də dəvət almışam ki, ödün yuyulma prosedurundan bağlı bizim klinikamızda da bir, yəni burada tədbirlər olsun. Bir işlər görək, bir mərkəz kimi. Ödün yuyulma proseduru illərlə zotlama üsulu ilə aparılıb, Sovetlər devrindən. Zotla çəkilirdi, ödlükdən götürülürdü. Öddən götürülən möhtəviyyat bəzən orada müəyyən parazitlərin müayinəsində də istifadə olunurdu. Amma o ödün yuyulma proseduru kimi qiymətləndirilirdi. Amma bizdə ödün yuyulma proseduru tam təbii aparılır və bu necə aparılır? Bir gün əvvəlcədən pəhriz saxlanılır və xəstə klinikaya yaxınlaşdıqda zondsuz üsulla və bizim xüsusi öd qovucu çaylarımız və parazit qovucu, qurt qovucu çaylarımız və sayəsində bu aparılır ki, bu prosedur burada necə olur? Qaraciyər təmizlənir, bununla yanaşı öd yolları, öd axarı təmizlənir, həmçinin mədə-altı vəzdə qalan öd qalığı təmizlənir və bağırsaq xovları, bağırsaqda olan bütün toksinlər tamamilə orqanizmdən xaric olur. Qısa bir cavab alım, nə olar, zamanımız bitib. Buyurun. Ödü olmayanlar neynəsin? Ödü olmayan demək deyil. Orada əgər öd əməliyyat olunursa, oradan ödülük götürülür, axar qalır, axar qaldığı üçün orada yalançı öd əmələ gəlir. Və o öd yolları, öd axar qalır. Ödüm yoxdur deməyək, bir yalançı... Məsələn, orada ödün əmələ gəlməsi mümkün. Mən sizə təşəkkür edirəm. Düşünürəm ki, bugün bir yarım saata qədər zaman içində biz tonlarla informasiya... Amma çox şey qaldı. Çox şey, növbəti dəfə o zaman siz tez-tez gəlin və bunların hamısını bölüşün. Çünki hər gəlişinizdə yenə deyirəm, fayda var. İnsanlar nədənsə yararlana bilirlər. Mən sizə bir daha çox təşəkkür edirəm və indi